Narınc xanımın sorağına artıq sərhəddən kənardan gələnlər var. Narınc xanım, bu bizim inam göstəricisidir, bu bizim uğur göstəricisidir və artıq deyəndə bu çoxdandan var. Qazaxıstanıdır, Türkmenistanıdır, keçən il. Artıq Gürcüstandan da bir xeyli müraciət var. Onlardan birinin indi, bax bu dönəmdə bura gəlmə imkanı var idi və dərhal təyyarəyə bilet alıb da bura gəliblər, sizin yanınıza gəliblər. Dediyim kimi bizə son zamanlar ən çox müraciət, məhz uşaqların yaddaşsızlıq problemi, oxuma qabiliyyətinin olmaması. Təbii ki, bu bizim gələcəyimizin kör olması deməkdir. Biz də buna heç bir halda imkan verə bilmərik. Biz sizə əmanət edəcəyik, siz də öz sahənizdə, bəli, onları bizə geri, tam oxumuş vəziyyətdə geri verəcəksiniz. Siz xoş gəldiniz. Narınc xanım həmişə hazırlıqlı gəlir. Hansı balamızı ona verəcəksə hazırlıqlı gəlir. Müayinəsini edir. Birinci qızımızı çağıraq, gəlsin bura. Görüm o Gürcüstandan gələn balam mənim. Çox sevgi dolu bir uşaqdır. Çox sevgi dolu. Çox pozitiv. Siz təsəvvür edin, dəhlizdə heç məni tanımır. Biz qucaqlaşdıq, öpüşdük, görüşdük. Dedim ki, xoş gəlmisən. Mən onu bir çağırım bura. Mənim qızım Məleykədir. Məleykə, gəl qızım, gəl. Gəl görüm, Məleykə. Tamam. Mənim balam 6-cı sinifdə oxuyur. Gəl. Yox. Qamarcoba. Gəl görün. Qamar cavab verdi. Bax, Gürcüstandan gələn təbii ki, Gürcü dilində biləcək, Azərbaycan dilində. Bizim buradan Gürcüstanda yaşayan bütün soydaşlarımıza salam olsun. Bilirsiniz də, onlar bizi Marnoyli olsun, Bolnitsa olsun, Kəpənəkçi olsun. İndi bəzilərinin adını çəkərəm, çəkmərəm. Ona görə ümumilikdə salamladım və bizi həqiqətən çox izləyirlər, bizə çox inanırlar, bizi çox sevirlər. Biz isə sizi daha çox sevirik, bunu biləsiniz. Xoş gəldin. Necəsən? Yaxşıyam. Yaxşısan. Neçə yaşın var qızım? 12. 6-da mı oxuyursan? Yox. Neçədə mi? Yox, hansına inanım? 6-da. 6-da oxuyursan. Ya babadan soruşaq, 6-da oxuyur. Çox gözəl. Babası ilə gəlib. Babası xoş gəlibsiz, səfalar gətiribsiz. Yenə deyirəm, bütün bizim soydaşlarımıza salam olsun. Qızım çətinlik çəkir. Oxumaqda, yadında saxlamaqda değil mi? Atası, bir şikayətlərini sizdən eşidim. Babasıdır. Baba dedim indi. Mən Mirzəyev, Məleykənin babasıyam. Mən baba dedim sizə, sonra öz-özümə deyirəm ki, bəlkə səhv eşitdim, bu ata olar. Belə cavan baba olar. Maşallah. Maşallah. Buyurun. Mən Gürcüstandan getmişəm nəvəmi. Xoş gəlibsiniz. Ona görə Narınc xanımı, sizin verişi çox izləyirəm. Çox sağ olun. Bilirəm, orada bizi izləyirlər. Bəli, sağ olsunlar. Getmişəm Narınc xanımın. Düz etmişsiniz. Doğru ünvandasınız. Ki, bu gedir məktəbdə oxuyur. Neçədə oxuyur? 4-dən getdi, 4-cü gec qoyduq. Məktəbə biraz qoymuşuq. İndi bir neçə vaxtı getmir. Utanır orada uşaqlar, deyir, biraz hərfləri də bilmir. Aydın. R hərfini, Ş hərfini, bax, belə şeylər də. Ona görə məktəbdən biraz qalıq. Qızım, heç mi oxuya bilmirsən? Oxuyur, yazır. İndi biraz yaddaşında zəiflik var. Bir mən yoxluyum ki, sonra qaydanda mən bilim ki, Narınc xanım bizə nə əmanət etdik, nə verdi geri. Qızım, de görün, bax, burada nə yazıb? Hərfi də tanımırsan, balam? Yox, heç olmasa birinci hərfi də baxın. Baba, bu birinci hərf nədir? Bilmirəm ana. Bilmirsən onu? O Y hərfidir. Amma ikincini bilərsən. A'dır. Ayso. Sonra nə gəlir? B. B? Qızım, o D-dır. Tamam, vəziyyət aydındır. Özünüz görürsünüz, Narınc xanım, əlavə sözə heç ehtiyac yoxdur və vəziyyət kritikdir. Belə durumda biz ancaq bunu deyə bilirik. Çünki bizim qızımızın 12 yaşı var. Baxın, inanın, 12 yaşı var. Onsuz da yaddaş zəif olduğuna görə məktəbə gec də qoymuşsunuz. İndi də 4-cü, yəni 6-cı sinifdə oxumalıdır, 4-cü sinifdə oxuyur. Məktəbə demək olar ki, dərslərini, yəni 4-cü sinif belə materialını bilmir. 1-ci sinifdə uşaqlar hərfi artıq öyrənirlər.
bilmirlər. Bizim qızımızın yəni başı əməli baxın qıpqırmızıdır. Yəni bu beyin xəritəsi elə öz Çox rəngi ilə qarışıqdır belə həm də, göstərir. narınc Beynin xanım. bir tərəfi çox oyanıqdır, beynin bir tərəfi çox yatmışdır. Yəni asimetriya var. Belə deyək, lor dildə izah eləsəm, hüceyrələr arasında bir cəryan var ki, axın. O axında ləngimə var, ötürücülük zəifdir. Ona görə də onlarda diqqət, yaddaş zəif olur. Nitqi qüsurudur. Nitqində 9 dəstəsində qüsur var, düz tələffüz eləyə bilmir. Özünüz görürsünüz, fiziki inkişafı da zəifdir. 12 yaşlı uşağın boyunda, çəkisində deyil. Məsələn, baxanda 9-10 yaşlı Biraz uşaq bəli, balaca göstəricilərindədir. Yəni infantilizmi var. IQ-su 50-lərdədir, 58-də olmalı əslində 98. Yəni ki, göstərici 2 dəfə normadan demək olar aşağıdır. İşimiz çoxdur. Qəşəng aparatlarla korreksiya eləyəcəyik, o beynini gücləndirəcəyik, beynin bu oyanıq hissələrini sakitləşdirəcəyik, rahatlandıracaq ki, yaddaşı güclənməyə başlasın, oxuduğunu ona çatsın, öyrənə bilsin. Və bu da özünə də güvəni aşağıdır, öz güvənini qaldıracaq. Bunları bir-biri yaşlı eləməliyik. Çox işim var. Demək olar ki, yaşıl zonalarımızı görürsünüz. Mən də elə onu deyəcəkdim. Burada iş çoxdur. Həm bu qırmızıları normaya salmalıyıq, həm bu yatmış mavi hissələr, yatmış hissələrdir. Onları da yaşıllaşdırmalıyıq. O bir ev olar, girərsən ki, alt, üst, nə bilim, paltar yerdə olmalı, xalça göydə, vəziyyət belə bir yerdədir və deyirsən ki, ay Allah, mən bunu necə yığışdıracağam və bunu necə səliqə səhmana salacaqsınız, onu siz bilirsiniz. Amma bunun müddəti mənə indi lazımdır deyəcəm. Niyə? Nə qədər müddət ərzində edə bilərsiniz? Ümumiyyətlə, indi hal-hazırda qızım Gürcüstandan gəlib deyəm. Qala biləcəksiniz burada. Tamam, aydındır, gözəl. Bu, baba buradadır, uşaq elə bir anasıgil göndəriblər, bura gəliblər. Baba evləri var, şükür Allaha burada. Nə la, bir il çəkməz, 2-3 ay mənə bəs edər. İnşallah verilişin sonlarına yaxın gətirəcəm qızımı. Onu vurğulamaq istəyirəm ki, bizə xaricdən çoxdur müraciətlər gələnlər və çoxu vətəndaşlığa görə 3 aydan maksimum çox qala bilmirlər. Ona görə də bizdə intensiv proqramlar var ki, sürətləndirilmiş. Yəni, nə qədər... Onsuz da vur 2-yiz, burada vur 3 olursunuz. Bəli. Dəmri isti döyürük. Nə qədər arxa-arxaya edilirsə, bir o qədər effekti daha sürətli və qalıcı alırıq. İnşallah qızım da hər gün bizə gələcək. Həm psixologu, həm logopedi, həm aparatı. Hər tərəfli işləyəcək qızımızla. Gücləndirəcək beynini, özünü güvənini artıracaq. Yaxşı ki, deyirsiniz ki, məsələn, bu proqramlar ayrıdır. Çünki, məsələn, 3 gün öncə mən sizin nömrənizi Polşadan yığan birinə vermişəm. Çox güman ki, onlar da tətildə gələcəklər. Rusiyadan nə qədər istəyirlər. Hər kəs tətili gözləyir ki, tətil olsun, gəlsinlər. Bəli, məktəblər bitsin. Odur ki, yayda işiniz çoxdur. Çünki bu cür uşaqlar... Zaten yayda ona görə heç məzuniyyətə getməyəcəm. Gedə bilmirik. Bəli, növbə gözləyir insanlar. İndidən artıq yazılanlar. Bu dəqiqədə, bəli, bax, telefon zənglərimiz, çünki əməkdaşlarımız mənə deyir, susmur, bizim də uşaq belədir deyirlər. Belə danışaq, bizim veriliş bitəcək iyul ayında məzuniyyətə çıxacaq. Son buraxılışlar olsun, eybi yox. Amma mən bu uşağa kitab verəcəm, yaxşımı? Və kitabdan 5 cümlənin fasiləsiz hardan seçsəm oxumasını istəyəcəm. Onda mən düşünəcəm ki, bizdə alınıb və sizsinizsə bilirəm ki, bizdə alınacaq. Yaxşımı? Qızım, ona əmanətsən. Təşəkkür edirəm, sağ olun. Gürcüstanda qoy tanımasınlar, qoy görsünlər qızım necə formada geri döndü.